Qardaş, bir dənə duz verərsən də zəhmət olmasa. Baş üstə müəllim. O Samir. Allah Kənan. Aha, necəsən? Nə var, nə yox, bura? Ha, bura sən necə buralarda? Afisant zat işləyirsən burada. Aha, yox, bura nə afisant, öz məkanımdır. Elə istədim ki, bir dənə belə maraqlı yer açım. İnteryeri amma maraqlı olsun, elə olsun ki, heç yerdə olmasın. Belə fikrimə belə mağara aid nəsə belə şeylər gəldi. Elə düzdüm, qoşdum. Şükür Allah, işlədirik də, yaxşıdır hər şey. Xeyirli olsun. Ay, yadında Kənan məktəb vaxtları. Biz baş sınıranda oxuyanda sən oxumurdun, eləmirdin. Ancaq koridorlarda, nə bilim, çöldə beyillənirdin. Müəllimlər deyirdi ki, səndən bir adam olmaz. Prosto necə oldu sən belə obyektlar? Çünki qardaşım, siz hazırlıqlara gəlib baş sındıranda mən ancaq rahat yol axtarırdım, nəsə bir şey eləmək istəyirdim. Açığı düz deyirsən, Ebrat. Biz elə səhərdən axşama kimi hazırlıqlarda olanda sən özünə rahat yol axtarırdın. Kaş elə biz də quru maaşa oturub baxmazdıq hər ay. Sənin kimi bizneslə məşğul olardıq. Nə biznes olur? Necə yəni? Yəni bizneslə əldə eləməyibsən bu obyekt zat. Pupsik. Ay Pupsik. Bugün mənim 65 yaşım olur, yubileyimdir. Sən bugün heç mənim üçün bir yoldamadın. Gedim yoldayacam da yaxın. Öpürəm də Samir, bura qulluğundayam. Sabah da it olarsan. Olaram, yaxın. Hürərsən. Hürərəm, bağla zəncirə gəzdir nə qədər istəyirsən.